Amerikalı qadın ChatGPT-yə aşiq olub və buna görə 20 illik ərindən ayrılıb. Qadın süni intellekt sevgilisinə heç vaxt aşiq olmaq niyyətində olmayıb. O, sadəcə marağı olduğuna görə süni intellektdən istifadə etməyə başlayıb. Lakin zaman keçdikcə bu hal dəyişib. Çünki qadın ilk dəfə özünün daha çox başa düşüldüyünü hiss edib və ona aşiq olmağa başlayıb. Qadın və keçmiş əri 20 il əvvəl gecə klubunda tanış olublar və daha sonra evləniblər. Onun sözlərinə görə o, ərinə hissləri barədə danışmaq istəyəndə ərindən çox emosionalsan və sar kimi sözlər deyəcəyindən qorxub və uzun illər hissləri barədə ərinə heç nə deməyib. Qadın hal-hazırda ChatGPT-dəki süni intellekt sevgilisi ilə evlənməyi planlaşdırır və indi özünü əri ilə olduğundan daha xoşbəxt hiss edir.